Xoş gördük dostlar. Meyvələrin orqanizmə hansı faydaları var, bu haqda sizə danışacağım. Heyva dostlar, arıqlamaq üçün çox güclü meyvədir. İmmunitet sistemini gücləndirir. Saçların uzanmasına kömək edir. Dərini təravətli saxlayır. Xəritə riskini azaldır. Ürək və damara sağlamlıq verir və həzmi də gücləndirir. Bağırsaq xəstəliklərinin riskini azaldır, qan azlığını təmin edir. Armud dostlar, həzm sisteminə müsbət təsir göstərir. Qanı artırır. Minerallar sümükləri bərkidir. Diabetik xəstələri üçün çox faydalıdır. Yüksək qan təzyiqi olanlara faydası var. Qızdırmanı aşağı salır dostlar. Apelsin dostlar, soğuk dəymənin dərmanıdır. Qanda olan yağlığı aşağı salır. Çəkini aşağı salmağa fayda verir və xərçəngə mənfi təsir göstərir. Mandarin dostlar, ürək və damar, iflic xəstəliyi, sinirləri dostlar və rahat yuxunu təmin edir. Kivi dostlar, C vitamini var tərkibində, immuniteti çox güclü saxlayır. Dərinizə çox gözəl faydası var. Zülalların daha gözəl həzm olmasını təmin edir. Qidanın həzm olmasına güclü faydası var. Nar dostlar, dəmir, fosfor, kalsium kimi minerallarla zəngindir. Qana, şəkərə və qaraciyərə çox güclü faydası var. Ürək və damar arıqlamaq üçün üzü yumşaldır, iştahı artırır, hamilə xanımlar üçün çox faydalıdır. Qabıq ilə yeyilməsi tövsiyə olunur. Bir sözlə, meyvədən bol istifadə edin. Çalışın qabıqlarını da tullamayaq dostlar. Qabıqlarını da dəmləyib, bir çay qaşığı bal əlavə edib, hər gün səhər bir stəkan içmək bütün orqanizmə böyük faydası var. Sağlam olaq dostlar.